Dəyərli izləyicilər, sualımıza qeyd edirik ki, mənbədə haqqında bəhs edilən federal dövlətin haqqında verilən yanlış fikir müəyyən edin. 7 əsrə qədər mövcud olmuş müddətdə mövcud olan bu dövlətin yaranması Azərbaycan başqa yerlərində də qədim dövlətçi ənənələrinin dikəlməsinə təsir göstərdi. Təbii ki, bu Şirvanşahlar dövlətidir. Şirvanşahlar dövləti 9-cu əsrdən 16-cı əsrə qədər mövcud olub. Burada məlum məsələdir ki, burada oldu Şirvanşahlar. Bu dövlətin yaranması da şimaldan Azərbaycan ərazisini basqın edən yadellərin hücumlarına qarşı mübarizə asanlaşdı. Doğrudur. Bizə yanlış fikir lazımdır. 10-cu əsrdə bu dövlətin ərazisi genişləndi. Bəli, Qəbələ, Bərdə, Şabran və digər ərazilər dövlətin ərazisini birləşdirib ərazisi genişlənib. Doğrudur. Səlcuq xəzinəsinə 40 min dinar verildi. Bəli, bu da doğrudur. Yəni bu xərac dayandırmışdı və İraq Səlcuq Sultanlığı 1123-cü ildə Mahmud Murad hücumuna səbəb olmuşdu. Deməli, bu da doğrudur. Dövlətin sarayında Hacib saray işlərinə, bəli, Hacib saray işlərinə baxırdı. Doğrudur. Yanlış cavabımız da budur. 9-cu əsrin ikinci yarısında xilafətin mərkəzində türklərin qiyamından istifadə edərək əmirliyin müstəqil idarə edilməsinə nail olmuşdur. Bu da 9-cu əsrin ikinci yarısında xilafətin mərkəzində türklərin qiyamından istifadə edərək əmirliyin müstəqil idarə edilməsinə nail oldu. Bu dövlətçiliyinə aid deyil. Burada müstəqil Bərdə əmirliyi mövcud idi. Hələ bu dövlətçiliyə aid deyildi. Ona görə də sualın doğru cavabı Y variantı olar. Diqqətiniz üçün təşəkkür edirik.